Belə bir səs gəlibdi. Eşitdim Ramin Nabran deyib ki, Kəmalə Güneşli 50 min də versəm oxumaram, səhv danışım. Ramin Nabran mənə versəm mən oxumaram. Hələ o mən 100 min də versəm mən onunla oxumaram. Çünki hal-hazırda gündəmdə deyil, moddan düşüb, bəli. Şəxsiyyətinə sözüm yoxdur, öz yerində, hörmətim var. Vaxtında mahnılarını dinləmişim, sevmişim, amma hal-hazırda Ramin Nabran gündəmdə deyil. Hal-hazırda Kəmalə Güneşlidir gündəmdə. Bu dəqiqə trendlərin elə ən kəsi də özüməm. Ramin Nabran, düz danışmaq lazımdır. Siz mənə 50 min də, 100 min də versəz, mən qəbul edib sizlə oxumaram. Xanım fikrini bildirdi, düzdürmü? Bəli. Mən yalvardım ki ona ki bu söhbəti şey eləyəsin. Siz verdiniz o sualı mənə. Yox, mən verdim o sualı sizə. Sizin cavabınız siz verdiniz ki sualı ki belə bir 50 min versin. Özü birincisi gündəmdə kimdir və nə cür bəllidir bizə. Narahat olmayaq. İkincisi də ki, mən sizin insanlığınıza söhbətim yoxdur. Öz həyatınızı yaşayırsınız, özünüz bilərsiniz. Allah xoşbəxt eləsin. Oğul toy görəsiniz. Amma ki, 50 min söhbətinə gələndə, mən 50 qəpiyi də vermərəm. Nə ki ona, nə o mənə. İstəmirəm, xanım, söhbətə qaldırmayaq. Artıq görürəm ki, şok, yeni söhbətlər, zatlar. O qədər müğənnilər qala. Hələ onlara mən kaprizlə yanaşıram. Bu ikincisi ki, mən gündəmdə necə ola bilmərəm ki, mən həmişə gündəmdəyim. Günah kimdədir? Aparıcıda. Ümumiyyətlə aparıcılarımızın səviyyəsi çoxlarının səviyyəsi çox aşağıdır. Onların da bilirsiniz necədir aparıcılarımız. Ən çox bunu şamil edirəm qadın aparıcılara da. Bir kişi tapıb, özünə indi müğənnilərə deyir ki, Həci tapmışsan, Kərbəlayı tapmışsan. Elə bunlar da gənc qadınlardır, özlərinə bir Həci tapıblar. Birinci deyir ki, mən məşhur olmaq istəyirəm. Həci ona deyir ki, sən necə məşhur olacaqsan, müğənni deyilsən. Mən TV ilə danışacağam, sən ödəniş edəcəksən, mən orada bir veriliş edəcəm, layihə edəcəm. Edir, nəticə də belə olur. Siz Ramin Nabranlıya sual verirsiniz. Birinci, Ramin Nabranlı ilə Kəmalə Güneşi tərəziyə qoyur. O Mehman künasında deyir, mən Kamilov, sən Mehman. Bir baxın görək Mehman harda dayanır, Kamilov harda dayanır. Bu kişi kafelerin açılışında gedib mahnı oxumur. Bu kişi hansısa salonun açılışında mahnı oxumur. Bu kişi hansısa bir, nə bilim, geri qalmış bir adamda ad günü keçirir, kimsə dəvət edir, deyir 100 manat verəcəm, gəl burada oxu. Bu bunları etmir. Bu adam peşəkardır. Bu adam repdə peşəkardır. Azərbaycanda deyərdim ki, ən gözəl repçi ilə bizim bu qardaşımızdır. Bunun da konserti olsun, Kəmalə Güneşlinin də. Sizcə kimin konsertinə gələcəklər? Bu kişinin aparıcılar sual verəndə məntiqlə verin. Məntiqlə düşünün, qalmaqalı qoyun kənara. Azından bu kişiyə biraz hörmətlə yanaşın. Bu kişi də biləm, mərkəzdə yaşayır. Tez-tez Targovada rastlaşırıq, amma bir-birimizi heç vaxt danışdırmamışıq. Amma mən düşünürəm ki, bizim belə var Ramin Nabranlı. Hər şey xətrinizə dəyməsin. Bu söhbətdə, bu suallar gəldi, gedərdi.